Düz, bax siz müştərisiz, düzdür? Mən sizi münasib yerdən götürdüm. İndi sizi 28 molun qabağında necə düşürdəcəm? İndi onu görəcəyik. Maşını elə aralardan saxlayırlar ki, bizim kimi taksi şoferləri girib orada müştəri düşürdüb və ya götürə bilməsin. Sırayla o kiretlə proqramdan kənar müştəri aparırlar da 20 manata, 15 manata, 30 manata. Və bu gedəndə o birisi aranı ara saxlayır ki, ora mən nə girə bilim, nə çıxa bilim. Sonra o fırlanıb gələndə bu qabağa verir, o girir yenə orada durur. Başa düşdünüz? İndi gedək görək mən orada sizi düşürdə biləcəmmi? Və kamera başda dayanır, mən sizi ana yolda saxlaya bilmərəm. Buradakı bu taksi minmə düşmə yeri var baba, burada sol tərəfdə bilməm. Orada da hamı qrajanski maşın saxlayır. Orada da mindirib düşürtmək mümkün deyil. Full doludur, gördünüz? Mənim sənədlərim yerində. Fərqlənmə nişanı verirəm, vergi ödəyirəm. Bütün daxili tərtibata cavab verirəm. Maşınım təmizdir. Maşından yana narazılığınız var? Şoferdən yana narazılığınız var? Video qeydiyyat eləyir, non smoking var, badge var, post terminalım var, vergim var, ödənişim var. Mənim üçün nəzərdə tutulan yerə mən girə bilmirəm. Amma bunların heç birini eləməyən insanlar, nə video registratoru var, nə badge var, nə non smoking var, nə post terminalı var, nə fərqlənməsi var, nə buraxılışı var, nə də sertifikatı var. Heç birini eləməyən insanlar, lev işləyən insanlar orada durubdu və sizi mən orada düşürdə bilmirəm. Gördünüz, bagajı qaldırıb yuxarı və görürsünüz, bax o ard-arda duran heç bir maşının buraxılış kartı ola bilməz. Çünki onların illəri düşmür. Hamısı 2008, 2009, 2010-cu illərin maşınıdır. Başa düşdünüz? Levi işləyirlər. Mən buradan necə düşürdüm sizi? Hə, deyin görək. Bax, taksi duracağı mənə aiddir, bagajı qaldırırlar, kamera çəkməsin deyə. Mən sizi düşürtməliyəm. Harda? Yolun ortasında. Və insanlar bu şəkildə yolun ortasında düşüb yolun ortasına minir. Nə olar bu taksi duracağını boşaldın da. Bax, bu Opel'in taksi işləməyə hüququ varmı? Bax, bunun hüququ varmı? Bunun taksi duracağında nə işi var ha kişi? Bunlara bax, bunlara bax.